Hava dəyişkənliyi zamanı təzyiq niyə artır və ya azalır? Hava dəyişikliyi atmosfer təzyiqinin dəyişməsinə səbəb olur və insan orqanizmi bu dəyişikliyə çox həssasdır. Və buna görə də soyuq havada damarlar daralır və qan təzyiqi yüksəlir. İsti havada isə əksinə damarlar genəlir və qan təzyiqi aşağı düşür. Hava dəyişikliyi təkcə temperaturla deyil, başqa amillərlə də, yəni rütubət, yağış, külək və bu kimi amillər də insan orqanizminə, sinir sisteminə, ürək-damar sisteminə təsir göstərə bilir. Məsələn, rütubətli havada oksigen aşağı olduğu üçün ürək fəaliyyəti sürətlənir, yəni ürək döyüntü sayı arta bilir. Bu dəyişikliklər, hava dəyişməsi daha çox təsir göstərir. Yaşlı adamlara, ürək-damar sistemi və təzyiq problemi olanlara və meteohəssas insanlara, yəni havanın dəyişməsinə qarşı həssas olan insanlara təsir göstərə bilir. Buna görə də hava dəyişikliyi olanda belə şəxslərin ürək-damar sistemi və təzyiqi nəzarətdə olmalıdır.